Bu yeməyin adı lökürtlü aşdır. Qədim yeməklərimizdən biridir. Amma sadəcə dad deyil, süfrə neməti deyil. Qəlbi rəvandan zorla qoparılmış insanların köç yollarında çəkdiyi, ürəklərə yığdığı miskilin, yarımçıq qalan ocaqların, geri dönməyən yolların, o tayda qalan evlərin xatirəsinin qazanlarda bişib, dadlara hopmuş halıdır ki, hər loxmada həm keçmişin ağrısını, həm də unudulmayan yurd sevgisini səssizcə danışır nənələrin pıçıltısında.